Sefenya Peyğəmbərin kitabı. Fəsil 1. Amon oğlu Yahuda padişahı Yüşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Əmərya oğlu Gedəlya oğlu Kuşi oğlu Sefenyaya Rəbbin sözü nazil oldu. Rəbb belə buyurur: Yeryüzündən hər şeyi silib süpürəcəyəm. Rəbb belə buyurur: İnsanları, heyvanları, göydəki quşları, dəhənzdəki balıqları, pis adamları ilə şər üçün qurulan tərlələrini silib süpürəcəyəm. İnsanı yeryüzündən yox edəcəyəm. Əlimi uzadıb Yahuda və Orşəlim sakinlərinin hamısını cəzalandıracağam. Bəəl bütlərindən qalanları buradan silib atacağam. Bütpərəst din xadimləri ilə kahinlərinin adlarını da buradan silib atacağam. Damlarda göy cisimlərinə səcdə edənləri, həm Rəbbin adına, həm də Milkom bütü adına and içib səcdə edənləri, Rəbbin yolundan dönənləri, Rəbbi axtarmayanları, Rəbdən məsləhət almayanları buradan yox edəcəyəm. Pərverdigar Rəbbin huzurunda sakit olun. Çünki onun günü yaxınlaşır. Rəbb qurban hazırlayıb qonaqlarını təqdis edib. Rəbb deyir, o qurban günü əmirləri, şahzadələri, əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam. O gün astanasından tollanıb keçənləri, öz ağalarının evlərini qəddarlıq və hilə ilə dolduranları cəzalandıracağam. Rəbb buyurur, o gün balıqlar dərvazasından fəğan səsi, ikinci məhəllədən şivən səsi, təpələrdən də böyük gürültü eşidiləcək. Ey bazar məhəlləsinin sakinləri, şivən edin, bütün tacirlər məhv olacaq. Tərəzidə gümüş çəkən adamlar qırılacaq. O zaman Orşəlimin hər tərəfini çıraqlarla axtaracağam. Xoşbəxt yaşayan laqeydləri, çöküntüsü dibinə çökmüş şərab kimi olanları, ürəklərində Rəbb heç nə etməz, nə yaxşılıq, nə də pislik deyənləri cəzalandıracağam. Var dövlətləri talan olacaq, evləri xaraba qalacaq, tikdikləri evlərdə yaşamayacaqlar. Onlar saldıqları üzümlüklərin şərablarını içməyəcəklər. Rəbbin möhtəşəm günü yaxınlaşır, yaxınlaşır, tez gələcək. Eşit, Rəbbin günündə fəryad səsi acı olacaq. İcid adam belə fəryad edəcək. O gün qəzəb günü olacaq. Əziyyət və məşəqqət günü, viran və məhv günü, qaranlıq və zülmət günü, qara buludların bürüdüyü günü olacaq. O gün istehkamlı şəhərlərə, ucaboy künc bürclərinin ziddinə, döyüş üçün çalanan kərənayların, döyüş nərələrinin səsləndiyi günü olacaq. Adamlara elə bəla göndərəcəyəm ki, kör kimi haraya gedəcəklərini bilməyəcəklər. Çünki Rəbbin ziddinə günah ediblər. Qanları toz kimi töküləcək, bağırsaqları yerdə çürüyüb peyn olacaq. Rəbbin qəzəb günündə qızıl gümüşləri onları qurtara bilməyəcək. Onun qeyrətli qəzəbinin alovunda bütün ölkə yanıb yox olacaq. Çünki o, ölkənin sakinlərini kamil bir şəkildə qıracaq.
Fəsil 2. Ey utanmaz millət, toplaşın, toplaşın. Fərman günü çıxmadan, o gün saman çöpü kimi uçmadan, Rəbbin alovlanan qeyzi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən toplaşın. Ey Rəbbin hökmünə əməl edən sizlər, ölkədəki başı aşağı insanlar, Rəbbi axtarın, salihliyi axtarın, həlimliyi axtarın. Bəlkə Rəbbin qəzəb günündə sizin bir pənahınız olsun. Qəzzə bomboş qalacaq. Əşkelon xarabalığa dönəcək. Əşdod əhalisi günorta çağı qovulacaq. Eqron kökündən söküləcək. Dəhən sahilində yaşayan Kretli xalqının vay halına. Ey Filistlilərin torpağı Kənaan, Rəbbin sözü sizin ziddinizədir. Sizi yox edəcəyəm, ölkədə heç bir sakin sağ qalmayacaq. Dəhən sahilindəki ölkəniz otlaqlara, çoban daxmalarına, qoyun keçi ağıllarına dönəcək. Bu sahil ölkəsi Yahuda nəslindən qalanların əlinə keçəcək. Sürülərini orada otaracaqlar. Axşam Əşkelondakı evlərində yatacaqlar. Çünki özlərinin tarısı Rəbb onları yada salacaq, cinə, qabaqçı hallarına döndərəcək. İsrailin tarısı, qoşunlar Rəbbi belə buyurur. Muablıların rişxənlərini, Əmmonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib, lovğana dedilər ki, xalqımın sərhədlərini keçəcəklər. Buna görə də varlığıma and olsun, Moab qətən Sodum kimi, Əmmon Qomora kimi olacaq. Oraları alaqlar və duzlu çalalar basacaq. Əbədi viranəliyə dönəcəklər. Xalqımın qalanları oranı talan edəcək. Torpaqlarına millətimdən sağ qalanlar sahib olacaqlar. Bu onların məğrurluğunun əvəzi olacaq. Çünki bu xalqlar, qoşunlar Rəbbin xalqına rişxənd edib lovğalandılar. Rəbb onları dəhşətə salacaq. Yeryüzünün bütün allahlarını yox edəcək. Sahillərdə yaşayan bütün millətlər olduqları yerlərdə ona səcdə edəcəklər. Ey kuşlular, siz də mənim qılıncımla öldürüləcəksiniz, Rəbb deyir. Rəbb əlini şimala tərəf uzadıb Aşoru yox edəcək. Neynəvanı viranəliyə, səhra kimi quruya çevirəcək. Ora sürülərin, hər cür heyvanın yatdığı yer olacaq. Orada sütun başlarında bayquşlar, çöl bayquşları yuva quracaq. Onlar pəncərələrdən ulayacaqlar. Qarğalar astanalardan qarıldayacaqlar, evlərdə sidr tirləri görünəcək. Bu şəhər zövq, səfali şəhər idi. Əminamanlıq içində yaşayırdı. Sən ürəyində deyirsən, mənəm, məndən başqası yoxdur. Necə də bu şəhər xarabalığa döndü, vəhşi heyvanların yuvası oldu. Yanından keçən hər kəs vahimədən başını tərpədir. Fəsil 3. Asi, pozğun, zalim şəhərin vay halına. Sözə qulaq asmır, ibrət dərsi almır, Rəbbə bel bağlamır, tarısına
yaxınlaşmır. Başçıları onun içində nərildəyən aslanlara bənzəyir. Hakimləri axşam gəzən qurdlar kimidir ki, səhərə qədər bir şey qoymaz. Peyğəmbərləri dik başdır, xain adamlardırlar. Kahinləri müqəddəs olanı nəcisləyib qanunun mənasını pozur. Amma şəhərin içində olan Rəbb salihdir. O, haqsızlıq etməz. Hər səhər durmadan ədalətini aşkar etdirər. Lakin haqsız adam utanmaq bilməz. Rəbb belə deyir: millətləri məhv etmişəm. Künc bürcləri dağılıb, küçələrini viran qoymuşam. Onlardan artıq gəlib keçən yoxdur. Şəhərləri xarabalığa dönüb, orada heç bir sakin də qalmayıb. Mən dedim, yəqin ki, məndən qorxarsınız, ibrət dərsi alarsınız. O vaxt məskənləri dağıdılmaz, verdiyim cəzaların hamısı üstlərinə gəlməz. Lakin onlar hələ də hər cür pozğun iş görməkdən zövq aldılar. Rəbb buyurur: buna görə talan üçün qalxacağım günə qədər məni gözləyin. Çünki mən qərara almışam ki, millətləri bir yerə yığım, padişahlıqları bir yerə toplayım. Üstlərinə qeyzimi, alovlanan bütün qəzəbimi töküm. Çünki qeyrətli qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq. O zaman mən xalqların nitqini dəyişib onlara təmiz dil verəcəyəm ki, hamı Rəbbin adını çağırsın, ona çiyin-çiyinə xidmət etsinlər. Qürbətə dağılmış, mənə səcdə edənlər, kuş çaylarının o tayından mənə təqdimlər gətirəcəklər. O gün sən, ey xalqım, mənim ziddimə asilik etdiyinə görə daha xəcalətli olmayacaqsan. Çünki qürurlu, təkəbbürlü adamları sənin arandan uzaqlaşdıracağam. Və sən artıq müqəddəs dağımda bir daha məğrur olmayacaqsan. Sizin aranızda başı aşağıları, məzlumları saxlayacağam. Onlar Rəbbin adına bel bağlayacaqlar. İsraildən sağ qalanlar daha haqsızlıq etməyəcəklər, yalan deməyəcəklər, ağızlarında hilə tapılmayacaq. Çünki onlar qarnı tox yatacaqlar, onları qorxudan olmayacaq. Ey Səhyun qızı, tərənnüm et, ey İsrail, uca səslə çığır, ey Orşəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən. Rəbb sənin cəzanı ləğv edib, düşmənlərini qovub, İsrailin padişahı Rəbb sənin arandadır, artıq pislikdən qorxmayacaqsan. O gün Orşəlimə deyiləcək: qorxma ey Səhyun, qoyma əllərin taqətdən düşsün. Tarın Rəbb, qüvvətli qurtarıcın sənin arandadır. O sənin üçün sevinib şadlanacaq, səni məhəbbəti ilə aram edəcək. Sənin üçün şadlıq edib oxuyacaq. Bayram üçün çəkdiyiniz qüssələri mən sizin üstünüzdən götürəcəyəm. Onlara yükdürlər, ayıbdırlar. Bax, o vaxt mən sizə zülm edənlərin hamısını cəzalandıracağam, şikəstləri qurtaracağam, qovulanları yığacağam, çəkdikləri xəcaləti bütün dünyada şan şöhrətə çevirəcəyəm. O zaman sizi yığıb geri qaytaracağam.
mən sizi gözünüzün qabağında cinə qabaqçı halınıza döndərəndə, bütün dünya xalqları arasında sizə şan şöhrət verəcəyəm. Rəbb buyurur.